Keçmədən əvvəl bir şey demək istəyirəm. Artıq həftə sonları yox, bir həftə boyunca 500 səhifə oxuyacağıq. Bu rahat olacaq, həm də ki 2000 səhifəyə gedəndə qalxanda falan daha az çətinlik çəkəcəyik. Və bunu eləməyim də səbəbi müəllimim dedi ki, bəzi kitablar yavaş oxunmalıdır və tez həftə sonuna o qədər 500 səhifə falan biraz çətinlik ola bilər. Ona görə belə elədik. İndi isə videoya keçək. Herkese selamlar ve değerli dostlar. Bugün sizlerle birlikte hafta içi 500 sayfa kitap okuyorum. İlk günündeyiz. Her ürünü çekebilmeyeceğim çünkü 7 gün boyunca video çekmek çetin olacak. Ona göre hafta içinde bazı günler yani 2-3 gün çekeceğim. Ya da ki shorts olarak o bir bu günlerde paylaşacağım. İlk gün üçün keçən həftədəki kimi istəyirəm oxumaq, çünki oxuduğum kitabı xoşlamışdım. Səhv direkt sinif yoldaşım vermişdi. Birinci bölümünü bu dəfə oxuyacağım. İndilik hələ keçinəmirəm. Saat 9-dur. Havadan da görünür olsa. Günün davamında videoya devam edeceğim. İndi bu kitabı oxuyacağım. Və oxuduğum hissəni də yəqin ki birazını göstərərəm. Sabahlar, ondan sonra nə edəcəm? Video izləyərəm yəqin ki riyaziyyatdan. Ya da ki başqa bir şey eləyərəm. Video çəkmək istəyirəm. Videonun içində video olacaq amma puzzle videosu, çünki nəsə vaxtı şey eləmirəm. Belə, bugün şənbədir deyə çox dərs çalışmıram. Bazar günü, cümə günü çalışıram. Və dostlar 86 səhifəsini oxudum. Və indi bura bu qədər bəs deyə düşünürəm. Ondan sonra bilmirəm, nə yiyəcəm. Yəqin ki dostuma zəng vuracam, danışacaq bəs. Dostlar, indi başlayacağız. Və bu videonu 2 part bir gündə eləyəcəm, bir videoda eləyəcəm. Yəni sabahın da biliyorsun bu videoya əlavə eləyəcəm. Çünki video çox qısa oldu, sabahları maraqlı olacaq, ona görə oranı da çəkmək istəyirəm, ayrı çəkməyim dedim. Bu puzzle-da bəlkə baxmayanlar var. Göstərim, kutusunu göstərim. Çünki boşaltmışım içine. Belə bir puzzle-dır, 1000 parçadır. Cavad adında bir dostum da 1500 parçası hədiyyə elədi. Onu da eləyəcəm. Hələ ki bu 1000 parçalıdan 9 parçanı düzəltmişəm. Amma bu videonun axırında qəşəng olacaq, çünki bir səhv var idi, onu indi eləməyəcəm deyə daha çox şey elədim. Belə, bunun üstünə yazmışam ki, dəyməyin toxunun. Hər yeriniz sağ olun. Belki videonun ortalarından koyarım bu işe. Neyse, başa düştü, sağ olun. Bəli dostlar, 40 dəqiqə videonu çəkdim. Oralar sürətlə öndürəcəm təbii ki, 40 dəqiqə olmayacaq video. Elədiyim hissəni göstərim. Çünki həmin videodan sonra qoyacağıma görə problem yox. Buradaki C-Cloud yazısı göstərirəm ekranda. Burada C-Cloud yazısını düzəldə bu əvvəlki videoda düzəltdiyim parça. Bunlar nə deyə soruşsanız, gəminin buradakı düz hissəsini görürsünüz. Oranı tamamlamaya çalışırdım. Prosta 1-2 parça yoxuydu. Yox idi deyəndə bu böyle şeyin arasından tapmaq çətin oldu. Bəli. Bu videonun bilmirəm davam edəcək yoxsa yox. Gələcək videolardan biri hissəni göstərim. Çox gec göstərəcəm. Pul koleksiyonu var, yəqin ki bilirsiniz. Köhnə illərin 3 dənə puldu. İkisi Türkiyəyə aiddir, biri Azərbaycana aiddir. Bəli, videonun davamında görüşək. Sağ olun. Salam dostlar, indi ikinci videodayıq. Yəni ikinci videodayıq deyəndə ikinci gündəyik. Saat 10'dur. Ya dostumla danışıram ya da kitab oxuyuram. Amma indi namazımı qılacam, namazım qalıb. Dostlar, indi restorana gedirik. Bayaqları çəkmədim.
Biraz dostumla danıştım. Ondan sonra 100 Civilization idi, neydi adı hatırlamıyorum tam olarak. Film idi de 1000 gün içerisinde. Bir tərəfdə çöldür, bir tərəfdə isə hər şeyin olduğu bir adadır. Adadır dediyim yəni çox yüksəkdir, yəni bir ölkə qədər olar. İki tərəf bir-biri ilə savaşır. Az qazanacaq deyə. Buna aid nə qədər YouTube'da videolar fərqli barış, savaş, Minecraft falan yazanda da çıxır. Amma belə orijinal o videodur. Hələ ki tamamına baxamadım. İndi gedirik deyə. Sağ olun. Ora çatanda da bəlkə video çəkərəm. Bilmirəm. Amma bir dənə short videom da var idi o papuqay haqqında. Oradan baxa bilərsiniz əgər çəkməmişəmsə. Dostlar, ev tapşırıqlarımı verdim. Ayda hər gecə onu göstərim. İngilis dili. Selevicə baxırsa salamlar. İndi əmimgilə gedirik. Bulutları göstermek istiyorum. Çok geçin görsəndirlər. O bir tərəfdə elədim. Oy. Neçə gündür telefon əlimdən düşüyor video çəkəndə. Və bəlkə əmi oğlumla nəsə video çəkərik. Bəlkə də çəkmərik. O çünki həvəsi var, xoşuna gəlir elə şeylərin. Əkbər də adı. Saçım düzəl. Dostlar, video bura qədər idi. Videoyu izlediğiniz için teşekkürler. Kanala abone olmayı, videoları beğenmeyi, like atmayı, paylaşmayı unutmayın. Sağ olun, görüşmek üzere.